Dakıdakı iki cür yazılır. Yox, dakı iki cür yazılır. Dakıdakı. Uzaqdakı, məsələn, səndəki və yaxud və s. Və yaxşı. Deməli gələk bir cür yazılan şəkilçiləri dedik. İki cür yazılan şəkilçiləri deyək. Larlər, dandən, dadə, acaq, əcək iki cür yazılır. Bəli. Bəli, acaq, əcək. Sonra və yaxşı 4 cür yazılan şəkilçiləri deyək. Ip, 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 up, üp. Sonra çı, çi, çu, çu. Sonra lıklik, luklik, lili, luli və s. Tamam, yine suallardan devam edək. Deməli. Bəli, o 4 cür yazılandı. Anlayış deyilən nə nəzərdə tutulur? Sözün əlaməti, sayı, hərəkət olması. Bəli, ad bildirən olması, hərəkət bildirən olması, yəni feil olması, əlamət bildirən olması, yəni sifət olması, sayı bildirən olması, yəni sayı olması. Tamam. Yaxşı, gələk. Mətnin hansı hissələri var? Giriş əsas olması. Giriş, əsas, sonluq. Aha. Yaxşı, isim nədir? İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. Bəli. İsim əşyanın adını bildirən, məkan bildirən sözlər deyin görün. Bakı, Gəncə, başqa. İlancı şəhər adlarını deməyin, məsəl üçün. Aptek, aptek, məktəb, bəli, sonra. Küçə, hara, dağ, dərə, hara. Xəstəxana, hara, bəli. Otaq nəyə də deyə bilərsən, məsələn. Otaq nə? Məsələn, otaq böyükdür, nə böyükdür təbii ki. Otağa gedirəm, hara gedirəm, o təbii ki, orada artıq hara sualına cavab verəcək. Məkan anlayışı bildirəndə. Yaxşı. Otağa gedirəm, nəyə gedirəm deyə bilmərəm ki, deyim ki, hara gedirəm. O təqdirdə hə. Yaxşı. İsimlər mənə deyin görüm. Kimlə arası ona cavab verirdi, onu bildik. Sonra yaxşı. Cansız varlıqlar bildik ki, nə sualına cavab verir. Eyni zamanda şuursuz varlıqlar heyvan olmasına baxmayaraq, yenə də canlı olsa da belə, yenə nə sualına cavab verir, bütün heyvanlar nə sualına cavab verir. Obrazlaşdıranda onların obrazları, adları böyükdən yazılır. Əgər onlar biz xüsusi ad verirsə, obraz kimi verirsə, danışır kimi qələmə verirsə, məsələn, xallı getdi, məsəl üçün toplana bunu dedi. Burada artıq obrazlaşdıq deyə onların adları necə yazılır? Xüsusi isim kimi böyükdən. Yaxşı, isimlər, ismin hansı xüsusiyyətləri var? Mənim cəm şəkilçisi qəbul edir, konkret mücərrət olur, Təy və cəm olur. Ümumi xüsusi olur. Toplu olur, ümumi və xüsusi olur. Mən toplu isim deyin görüm. Toplu isim, ilxı, cəmaat. Mən lallər şəkilsindən düzələn isə məsələn, Ordu. Hansı cəmlənə bilmir? Cəmaatlar. Xalqlar deyə bilərəm, ordular deyə bilərəm. Sürü toplu isimdir. Yaxşı, üzümə mən toplu isim deyə bilərəm, üzümə. Məsələn, o sizə çaşdıra bilər ki, içində çoxlu salxımları var da. Mən yəqin bir şeyin içində çox cəmlənməsi yox. Fərqi yoxdur. Üzüm yenə də toplu isim deyil. Yəni toplu isim olan, meşəyə toplu isim deyə bilmərəm. Deyə bilərsən müəllim, ağaclar orada çoxdur. Toplu isimdirmi? Xeyr. Qətiyyən toplu isim olur məsələn. İnsanlar da deyə bilərik. Mən üzümlər lallər şəkilçisi. İnsanlar yox, cəmaat toplu isimdir. Xalq toplu isimdir. Ordu içində çoxluq gizlədir deyə ordu isim, toplu isimdir. İlxı at sürüsünə deyilir. Naxır mal sürüsünə, hə? Yallı o, nə aidiyyatı o? Nə aidiyyatı? O rəqs sınıfıdır. Hə? Quş sürüsünə, məsəl üçün, quş dəstəsi deyə bilərik. Qatarı, məsələn, quş qatarı. O, olan nominativ sözlərdir, cüt, o heç. Oraya gələcək. Yaxşı suallardan yenə verək. Sonra isimlər necə cür olur? İsmi neçə hal olur? İsmi neçə? 6. Hansılar olur? İsim, sifət, say, feil. 6 olur. Əsas nitqsel say. İsmi neçə hal olur? Adlıq, Adlıq, yerlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Adlıq halın şəkilçisi və sualı. Yox, ad. Sualı var. Kim, nə, hara? Yerlik halın şəkilçisi. Əvvəlcə şəkilçisini deyək. In, un. Sualı kimin, nəyin, hara? Yönlük halın şəkilçisi. A, ə. Sualları kimə, nəyə, haraya? Təsirlik halın şəkilçisi. I, U, Ü, sualı nəyi, haranı. Sonra yerlik halın şəkilçisi da, də, sualları kimdə, nədə, harada. Çıxışlıq halın şəkilçisi dan, dən, sualları kimdən, nədən, haradan. Yaxşı, sonra isimlərdən nə qaldı? Ümumi və xüsusi olur. Hanı? Ümumi isimlər
varlığı ümumi şəkildə ifadə edir. Mən çox insanlara aid olur. Bəli. Heyvanlara, bütün Məsələn, heyvanlara. pərdə, şagird, məktəb, nə bilim, stol, masa, lövhə. Məsələn, Hə? müəllim, xalq adı bu. Müəllim, məsələn, kəpənək dünyada Cümlənin əvvəlində gəldi böyükdən yazılır xalq adı. Məsələn, it dedikdə yəni çoxlu it var, amma toplam ona qoyulur. Qoyulan xüsusi addır, afərin. Və xüsusi isimlər necə yazılır? Böyükdən. Xüsusi isimlərə aid hansılar deyə bilir? Şəhər, ad, soyadlar, sonra Heyvanlara qoyduğumuz adlar, şəhər adları, insanların özlərinin adları, ölkə adları, çay adları, dəniz adları, okean adları, filmlərin adları təbii ki, jurnal adları, sonra yəni və yaxud da hər hansı bir jurnal deyirsiniz. məsələn Azərbaycan jurnalı, bəli, təbii ki olar. Karvan jurnalı yenə böyükdən yazılır. Yaxşı, gələk. Sonra gözlə görünüb görünməməsinə görə ismin növləri konkret və mücərrəd olur. Konkret isimləri nədən bilir ki, konkret? Mənim gözlə görə bildiyi, əllə tuta bildiyi, rəsmini çəkə bildiyi. Amma mücərrəd gözlə görə bilmirik, əllə tuta bilmirik. Rəsmi çəkə bilmirik, bəli. Ulduz, ay, günəş. Şaiq diqqət məndə deyil. Ulduz, ay, günəş konkretdir, mücərrəddir. Günəşlə ay Konkretdir, ulduz da, ay da, günəş də konkretdir. Mən onun şəklini çəkə bilirəm. Toxuna bilməsəm belə görə bilirəm. Xəyal mücərrəddir, yuxu mücərrəddir, ruh Əslində mücərrəddir. toxuna bilərik də, şeylə gedir. Sən gedib planetə əl vura bilsən, o elə görünməsinə baxma. O uzaqdan balaca görünür, amma böyük bir planetdir yəni. Yəni gedib toxunmaq da olur. Yox, yəni toxunmaq da təbii, yəni içinə ən azından içinə var olmaq olar. Əgər orada yaşayış varsa. Yaxşı. Mücərrəd isimlər dedik, ümumi isimlər dedik, xüsusi isimlər dedik. Yaxşı. Söz birləşməsi nədir? İki və daha artıq sözlər birləşir.